səslər ifa edəcək, onlar öz səslərini bizə hər zamanki kimi çatdıracaqlar. Yox, bu Nigar xanımdır, Xuraman xanımın, Fidan xanımın kiçik bacılarıdır, həm də dostlarıdır. Sən demə, Fidan və Xuraman Qasımovaların o gözəl səslərindən, ifalarından başqa, həm də yaxşı başqa bacarıqları var. Bu nədir? Mən bunu birinci dəfədir gördüm və mat-məətəl qalmışam. Belə bir kataloq keçdi əlimə, evdə bunu təsadüfən gördüm. Və bu kataloqu götürüb maraqlananda məlum oldu ki, bizim Fidan xanımın sən demək gözəl bacarığı var, əl qabiliyyəti var rəsm çəkmək üzrə. Və burada Fidan xanım bir neçə hobbidir. Amma mən sizə deyim, mən bu şəkillərlə tanış oldum bayaq. Gördüm onların bir qismini. Bu elə valla peşəkar rəssam qədər, ona yaxın qədər çəkmisiniz var. Gəlin biraz bu kataloqdan danışaq. Bax, buradakı şəkil kimindir? Hardan ümumiyyətlə sizə gəlir bu bacarıq, istedad? Bu şəkillər mənim atamın şəkilləridir, o çəkib. O çəkib bunları, hə? Baxmayaraq ki, o da çox istedadlı idi. Hər tərəfli istedadlı adam idi o. Bilirsiniz, o nə rəssam olub, nə müğənni olub, amma professional nöqtə-nəzərdən. Deməli, sizə atanızdan keçib bu rəsm çəkmək bacarığı? Atamdan keçib, bəli, atamdan keçib. Bu onun çəkdiyi işlərdir. Və bundan sonra gəlir artıq bu kataloq da Fidan xanımın özünün əl işləri, özünün çəkdiyi. Biz Fidan xanımın bu keyfiyyətlərindən danışmaqla bitmirik. Bu bacılar, bəli, bu bacılar hər sahədə istedadlıdırlar. Deməli, bacının biri fırçanı götürür əlinə, başlayır portretlər çəkməyə. O biri bacı ona baxır, ilhama gəlir və neyniyir? Şeirlər yazır. Xuraman Qasımovanın da belə bir istedadı var. Xuraman xanım. Şarjla. Mən sizi də nə vaxtı tanıyıram, amma mən bilmirdim. Deyəsən, siz çox da belə göstərən deyilsiniz bu istedadınızı. Hə? Efirdə filan da çıxış eləmişsiniz şeirlərinizlə, yoxsa yox? Fidan xanım dedi ki, atasından keçib də bu istedad ona. Bu da bizə valideynlərdən. Bu da var, şeir yazmaq da valideynlərdəndir, yoxsa bu başqa özünüzdən? Mən bilmirəm, indi bildiyimə görə bu da valideynlərimizdən. Çünki bizim valideynlərimiz gənc yaşlarında tezə evlənmişdilər, müharibə başladı 41-ci ildə və atam könüllü olaraq müharibəyə getdi, elə tezə evlənmişdilər. Və mən bilirəm ki, onların bax bu böyük sevgisi bütün ömür boyu bir-birini çox seviblər və müharibədən onlar yazışıblar biri-birinə. Yazışıblar və məktublar şeir formasında olub. Bəli. Hə, eyni zamanda anam musiqi də bəsləyirdi. Şövkət Ələkbərova onun mahnılarını ifa eləmişdi. Hətta həvəskar bəstəkarlar kimi bir Mikayıl Müşfiqin sözlərinə 2 dənə romans yazmışdı mənim anam və həvəskar bəstəkarlar müsabiqəsində mükafat almışdı. Biz Nigar xanımdan xahiş eləşək, bəlkə bizə birində Xuraman xanım bir-iki şeirini söyləyəndə bir qəşəng musiqilər səsləndirin. Mən hər zaman açıq söyləmişəm, nə dərəcədə mən öz bacımı sevirəm və məsələn, götürsəm belə bir şey. Nəğmə dolu ürəyim var, sonsuz arzum, diləyim var. Fidan kimi zərif bacım, gözəl arxam, köməyim var. Свет в глазах, опять я улыбаюсь, хожу, смеюсь, шучу. Стихами увлекаюсь, ловлю себя на том, что тягостно страдать, но Богу нужно было меня вновь испытать. Прошла ли я испытание? Но кто мне даст ответ? Мне чуждо упования. Я буду с вами еще очень много лет. Qarşımızda oturan Bakı Musiqi Akademiyasının pedaqoqu, eyni zamanda bizim rəfiqəmiz, bizim konsertmeysterimiz, sinifimizin konsertmeysteri uzun illərdir bizlə işləyir. Dostumuz, yəni sirdaşımız, həmkarımız Nigar xanım Melikova.